Salam, hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Masazırda Yeni Bakı yaşayış kompleksinə yaxın belə bir 3 sot torpaq sahəsində 4 otaqlı həyət evi satışdadır. Bu evin üst görünüşü, göründüyü kimi ev çox gözəl zövqlə təmir olunubdur. 4 bir tərəfi qoşadaşladır, hündür kürsülüdür, geniş zirzəmisi var. Bax, belə bir həyətini də göstərim ki, həyətində bax, göründüyü kimi 2-3 maşın rahatlıqla həyətinə yerləşir. Ağac əkmək üçün də yer saxlanılıbdır. Kanalizasiya mərkəzidir. Sayğacların hər biri qoyulub. Divarda göründüyü kimi çılçıraqlar da vurulubdur. Bir daha evin üst görünüşünü göstərim və evin bax bu sağ və sol tərəfində də hər iki tərəfində zirzəmisi var ki, yəni geniş bir zirzəmidir. Göründüyü kimi bax belə bir hündür zirzəmisi var. Və otağın da altına orada keçməyə də yer saxlanılıbdır. Bir otaq da orada yerləşir. Yəni oradan da alıcı gələcəkdə istədiyi kimi istifadə edə bilər. Və digər tərəfdə bax bu hissədə geniş bir göründüyü kimi qapı qoyulub. Burada da tam təmirli, yəni beləsinə evin özü də tam təmirli vəziyyətdə beton düşənibdir yerə. Bax bu hissədə də göründüyü kimi o biri tərəfə keçmək üçün də yer saxlanılıb. Belə bir geniş zirzəmsi. Gələcəkdə istədiyiniz kimi buradan da istifadə etmək olar. Bir daha evin həyətini və üst görünüşünü göstərim. Qeyd edim ki, ev 3 sot torpaq sahəsində tikilibdir. Biz evin içərisinə keçək. Evin də torpağın da sənədləri çıxarış mülkiyyətdir, fərdi yaşayışdır, notarial qaydada alqı-satıya gediləcəkdir. Evə daxil olduqda geniş bir dəhlizi, döşəməsi stilik sistemidir. Bura bax, belə bir dəhlizi, kondisioner üçün işıq xətti bax burada dəhlizləri çəkilib. Burada göründüyü kimi aynalar qoyulubdur. Genişdir. Otaqlar da genişdir, işıqlıdır. Burada girişdə sol tərəfdə mətbəxi, mətbəxin də pəncərəsi göründüyü kimi çox enli qoyulubdur. Otaqların hər biri işıqlıdır. Gün işığı hər bir otağa tikilib. 4 bir tərəfi qoşadaşla tikilib. Bura bir otağı, bir yataq otağı kimi. Bura ikinci bir yataq otağı. Beton kəmərlidir ev. Genişdir, otaqlar genişdir, işıqlıdır. Burası isə hamam otağıdır. Mütləq kafelli, duş qabının içində yer saxlanılıb. Aksessuarlar alıcı və satıcı arasında razılaşma yolu ilə qoyula bilər. Burası isə üçüncü bir yataq otağı. Çox gözəl, zövqlə təmir olunubdur. Çox gözəl, səliqəli bir iş görülübdür evdə, onu da qeyd edeyim. Və göründüyü kimi də geniş bir dəhlizi. Burası isə zal otağı. Geniş bir zal otağı, işıqlı, belə bir TV də yığılıbdır. TV üçün də işıq xətti çəkilib. Çox gözəl, təmirli bir evdir. Şəbəkə sistemində yığılan pəncərəsi. Və kondisioner üçün işıq xətti bax burada da. Kondisioner üçün bir xətti çəkilibdir artıq. 3 sot torpaq sahəsində tikilibdir. Kommunal xətlərin hər biri çəkilib, sayğaclar qoyulubdur. Sənədlər də tam qaydasında. Və evin başlanğıc qiyməti 139.000 manat deyilir. Real alıcıya endirim olunacaqdır. Və ətrafda da göründüyü kimi yaşayış evləridir.